Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalam buyurur: Ey qocalığın zəifliyinə düçar olmuş perani qoca, od boyunbağlar boyunların sümüklərinə yapışanda və qandal və zəncirlər yapışaraq bazuların ətlərini yeyəndə necə olacaqsan? Buna görə də ey Allahın bəndələri, nə qədər ki xəstəlikdən qabaqki sağlamlıqda, sıxıntı və çətinlikdən qabaqki genişlik və rahatlıqda dinsiniz, Allahdan qorxun, Allahdan qorxun. Fürsəti qənimət sayın və öz boyunlarınızı onlar girov qoyulub getməmişdən qabaq azad etməyə çalışın. Gözlərinizi oyaq saxlayın, qarınlarınızı arıqladın, qədəmlərinizi işə salın, mallarınızı bağışlayın, cisminizi ruhunuza qurban verin və ruhunuzu gücləndirin və bu işdə simizlik etməyin. Çünki eyib və nöqsan sifətlərdən pak olan Allah buyurur: Əgər siz Allaha kömək göstərsəniz, o da sizə köməklik göstərər və addımlarınızı möhkəmlədər. Həmçinin buyurur: Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin, o da onun üçün bunu qat-qat artırsın. Onun üçün çox dəyərli bir mükafat vardır. Şübhəsiz Allah sizdən zəiflik və bacarıqsızlığa görə yardım, malın azlığı və ehtiyac üzündən borc istəməyib. Göylərin və yerin qoşunları ona məxsus və qalib və hikmət sahibi ola-ola o sizdən yardım istəyib, sizdən borc istəyib. Halbuki göyün və yerin xəzinələri onundur və o ehtiyacsız və təriflənəndir. Onun yardım və borc istəməsi ona görədir ki, o sizin hansı birinizin daha çox yaxşı işlər görməyinizi sınamaq istəyib.